Lamiyə 30-cu sual izah elə. Deyir ki, qrammatik məna növünə görə fərqli feil işlənmiş cümləni müəyyən edir. Bizdən də nə istəyir? Yəni 4-ü biridir, Bəli. biri isə fərqlidir. Oxu var. A-da deyir qapılar bərk-bərk bağlandı. Burada bilinmir kim tərəfinə bağlandı. Məsul növdə olur. Aha. B-də deyir bütün mülkü dövlət təhvil versin. Bilinmir kim tərəfindən. Ona görə məsul olur. Bu da məsul. Aha. C-də deyir birazdan çay stəkanları paylandı. Kim tərəfindən paylandığı bilmədiyi üçün məsuldur. Aysa. D-də deyir bu bitki növünə ölkəmizdə təsərrüf edilir. Nə edilir? Bitki növünə. Buna görə də şəxsiz növ olur. Nə idi təsadüf oldu? Müftədə anlaşı yoxdur deyə Müftədə anlaşı yoxdur. Bəli, devam E-də də deyir onun haqqında mərkəzi qəzetlərdə məqalələr çap olunurdu. Bu da məsul olur. Kim tərəfindən bilinmədiyi üçün məsul. Əla. Bax buradakı deməli şəkilçilərini də göstərək. N-dır məsul növün, verilsin ildir, paylamaqdan n-dır, təsadüf olunur heç o şəxsizdir, məqalələr çap olunur, deməli ın-dır, un-dur. Burada məsul növün şəkilçilərini. Yəni göstərici bir məzmuna da baxmalıyıq, bir də nəyə baxmalıyıq? Şəkilçinin olub olmadığını. Əla. Sonra